Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd, əssəlamu aleykum və rəhmətullah və barakatuhu. Deməli, dəyərli qardaşlar, Şeyx Abdurrazzaq Hafizahullahın qısa bir risaləsi var, Sifət-ü İbadur-Rahman. Rahmənin qullarının sifətləri, vəsifləri adlı bir risalədir. İstəyirəm buradan inşallah oxuyaq. Allahın iznə nə qədər müvəffəq olaraq yavaş-yavaş oxuyub gedək. Şeyx buyurur ki, Elhamdülillahi və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi və mən və alə əmmə bəd. Və Allaha həmd eləyib, Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem salavat deyəndən sonra buyurur ki, فَإِنَّ مَقَامَ الْعُبُودِيَّةِ لِلّٰهِ مَقَامٌ azim. Buyurur ki, Allaha ibadət məqamı, qulluq məqamı əzəmətli bir dənə məqamdır, böyük bir məqamdır. Bəl huvə əşraful məqamət əlləti imtədəhəllahu bihə ənbiyəəhu və əvliyəəhu. Deyir ki, əksinə ən şərəfli bir məqamdır. Allaha qul olmaq, Allaha qulluq etmək. Hansı ki, Allah Teala öz peyğəmbərlərini və övliyalarını Allah Teala mədh eləyib, tərifləyib onlara qul deməklə. Və adafə əhləhə li nəfsihi fi əyətin ədidətin. Bir çox ayələrdə Allah Teala qullarını və yaxud da peyğəmbərlərini və öz övliyalarını, dostlarını özünə qul deyərək özünə izafə eləyib. Yəni qulum deyərək özünə izafə eləyib. Məsələn, Allah Teala bir ayda buyurur ki, Qul ya ibadiyyəllədiyinə əsrafu alə ənfusihim la taqnatu min rahmətillah innallaha yaghfiru zunubə cəmiən. De ki, öz nəfslərinə zülm etmiş qullarım, günahlar edərək öz nəfslərinə zülm etmiş qullarım deyir Allah Teala. Başqa bir ayda Allah Teala buyurur ki, Qul li ibadi, qullarıma de ki, və yaxud da məsələn indi biraz sonra gətirəcək, Allah Teala bu ki, və ibadur rahman, Rahmənin qulları. Fikir verirsiniz, Allah Teala qullarım deyib. Nəyi ki, Allah subhanahu wa ta'ala onu özünə əlavə eləyib, izafə eləyib, necə şeyx burada deyirəmsə, elm əhlidir ki, bu əzəmətli bir məqamdır, şərəfli bir məqamdır və uca bir məqamdır. Buyurur ki, təşrifən ləhum. Niyə qullarım deyib? Yəni, onlar üçün bir şərəf olsun deyə. Və tə'liyyətən li məqamihim. Onların məqamlarının uca olduğunu göstərmək üçün. Bəli, əlhamdülillah, Allaha qul olmaq ən böyük məqamdır, ən böyük şərəfdir. İnsan üçün rəzillikdir ki, insan öz nəfsinin quludur. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Tə'isə abdud dinar və tə'isə abdud dirhəm, tə'isə abdul xamilə, tə'isə abdul xamisa. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dinarın, dirhəmin, parçanın, zərxaranın qulu məhv olsun, həlak olsun. Fikir verin, adam nəyin quludur? Malın, mülkün, pulun, geyimin, dünyavi məsələlərin quludur. Əlhamdülillah, o insan şərəflidir, o insan əzəmətli bir məqamdadır ki, Allaha qulluq eləyir. Allah üçün səcdədədir, Allah üçün əyilir, Allah üçün başını alçaldır, Allah üçün bütün bədəninin varlığını alçaldır. O insan, əlhamdülillah, şərəfli bir məqamdadır. Ona görə Allah subhanahu wa ta'ala şirki qadağa eləyib. Çünki şirk insanı həm şəxs olaraq, həm də mənəvi olaraq alçaldır. Allah Teala qoruyub insanı ki, getsin daşın, ağacın, hansısa yaradılmışların, məxluqların qabağında əyilsin. Allah Teala qoruyub ondan. Çünki onlar rəzilliyidir. O insanı alçaldır. O insanı hörmətdən salır. O əməllər dünyada da hörmətdən salır, Allahın qatında da insanı hörmətdən salır və Allah Teala vəd verib ki, elə insanları Allah bağışlamayacaq. Ona görə Allaha qul olan, Allah üçün əyilən şərəfli bir məqamdadır. Sonra buyurur ki, Şeyx Hafizahullah وَقَدْ ذَكَرَ اللّٰهُ عَزَّ وَجَلَّ لِأَهْلِ هَذَا الْمَقَامِ الشَّرِيفِ أَوْصَافًا عَدِيدَةً. Allah Teala bu şərəfli məqam sahibləri üçün, yəni Allahın özünə qul olanlar üçün bəzi vəsiflər qeyd edib. وَسِمَّاتٌ mübarəkə. Onlar üçün mübarək, bərəkətli vəsiflər, sifətlər Allah Teala qeyd edib. Bir çox ayələrdə, fin nususun kəthira, bir çox ayələrdə və hədislərdə. Məsələn, Allah Teala günah eləyən qullarına belə, bəndələrə qul deyir. Allah Teala buyurur ki, ya ibadi, ey qullarım, kullukum tuxti'unə billeyli və nəhar. Gecə gündüz hamınız xəta edirsiniz. Xətakar olmaqlarına baxmayaraq, Allah subhanahu wa ta'ala yenə onlara nə deyir?
qullarım deyir. Yəni bir çox ayələrdə, hədislərdə Allah Taala bunu qeyd eləyir. Şeyx buyurur ki, niyə görə Allah Taala qeyd eləyib bir çox ayələrdə liyectəhidəl muslim fil ittisaf biha. Müsəlman çalışsın ki, o vəsflər ki var, hansı ki Allah o vəsfləri deyib, qeyd eləyib, o vəsfləri əldə eləsin. O vəsflərlə özünü bəzəsin. وَلَأَمَلُ بِمُقْتَضَاهَا. O vəsflər insandan nəyi tələb eləyir, nə istəyir, onlara əməl etsin. Yaxşı, nə üçün? لِيَنَالَ الْمَقَامَ الرَّفِعِ. Uca bir məqama çatmaq üçün وَالشَّرَفَ الْكَبِيرِ. Və böyük bir şərəfə çatmaq üçün. Harda? İnda Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allahın yanında. Vallahi dəyərli qardaşlar, bu dünyada insan izzətlidirsə, hörmətlidirsə, şərəfli bir məqamdadırsa, o Allah qatında da elədir. Alimlər nə deyirlər? Alimlər deyirlər ki, bilmək istəyirsənsə sənin Allah qatında məqamın nədir, dərəcən nədir, hansı yerdəsən Allah qatında, bax gör Allah Taala bu dünyada səni ilə məşğul edəyim. Əgər Allaha tövhid üzərində ibadətlə, Muhammed sallallahu əleyhi və səlləm tabeçiliyi ilə məşğulsansa, dilin Allah zikrinlə məşğuldursa, salih əməllərin üzərindəsən, halalları yeyib, içib, haramları tərk edirsənsə, xeyir əməllərin üzərindəsənsə, umumən bil ki, Allah qatında sənin dəyərin yaxşıdır, xeyirlidir. Allah Taala deyir ki, məni zikr eləyən, mən də zikr eləyirəm. Sən Allahı zikr eləyirsənsə, Allah Taala səni öz qatında zikr eləyir. Sonra buyurur ki, Şeyx Hafizahullah, ومن أبرز المواضع التي ذكر الله فيها أوصاف عباده المؤمنين في سياق واحد ما جاء في خواتم سورة الفرقان. Yəni Allah Taala Furqan surasının sonuncu ayələrində öz qullarının vəsflərini qeyd edib Allah Taala. O vəsfləri zikr eləyib. Hayz zəkara 8 əvsaf. Belə ki 8 dənə sifət, 8 dənə vəsf zikr edib Allah Taala. Buyurur ki Allah Taala ilk ayədə Furqan surasının sonuncu ayələridir. Buyurur ki Allah Taala və ibadur rahman ellezine yemşuna alel ard hauna. Mərhəmətli Allahın rəhmənin qulları o kəslərdir ki, onlar yer üzərində təvazukarlıqla gəzərlər. Və fi hada dilalətun ala azim ixtisasihim bima dalla alayhi hadal ism min ma'anir rahman. Yəni bu Allah Taala buyurur ki, yəni şeyx buyurur ki, bu dəlildir nəyə? Allah Taala onları xaslaşdırmasına, bu isimlə ki, onlar mərhəmətli Allahın qullarıdır. Fəbi rəhmətihi hədəhum lil iman. Fikir verin. Öz rəhməti ilə onlara iman verib. Öz rəhməti ilə onları İslam'a yönəldib. Onlara hidayət verib. Və rabbəhum alə ta'atir rəhmən. Mərhəmətli Allahın itaətində onları tərbiyə edib. Allah Taala yəni öz itaətində onları tərbiyə eləyir. İslam'a yönəldib. Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Taala Qurani Kərimdə deyir ki: "Yamunnuna alayka an aslamu. Qul la tamunnu alayya islamakum. Balillahu yamunnu alaykum an hadakum lil iman." Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Taala deyir ki, onlar İslam'a girdikləri üçün, İslam'ı qəbul elədikləri üçün sənə minnət qoyurlar. Allah Taala deyir ki, onlara deyir ki, "La tamunnu alayya islamakum." İslam'a gəldiyinizə görə mənə minnət qoymayın. Bəlillahu yamunnu aleykum en hadakum lil iman. Allah sizə minnət qoya bilər. Allah sizə minnət eləyə bilər ki, sizi imana yönəldib, sizi islah eləyib. Vallahi iman Allahdandır. İmanın ləzzəti, imanın şirinliyi, imanın nuru böyük bir nemət. Əgər Allah Taala verməsəydi, o bizdə olmazdı. Əgər Allah Subhanahu wa Taala bizə rəhmət eləməsəydi, bizdə olmazdı belə bir şey. Və iman da elə bir şeydir ki, dəyərli qardaşlar, kimin qəlbinə iman daxil olursa, o qəlb yaşayır. O qəlb canlıdır. O qəlb diridir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Məsəlul-ləzi yezkuru rabbehu vəl-ləzi la yezkuru rabbehu məsəlu hayy vəl-meyyit." Rəbbini zikr eləyənlə zikr eləməyənin misalı ölü ilə dirinin misalındadır. Kimin qəlbində zikr yoxdursa, kimin qəlbində iman yoxdursa, o özü sağ olsa da qəlbi ölüb. Allaha həmd olsun ki, şeyx qeyd eləyir ki, Allah Taala onlara rəhm eləyib, hidayət verib. Sonra deyir ki, və husnut taqarrubu ileyhi, və onlara nəsib eləyib ki, onlar gözəl şəkildə Allah Taalaya yaxınlaşırlar. Nə ilə?
salih əməllərlə. Sonra buyurur ki, ثُمَّ عَدَّ صِفَاتِهِمْ كُلَّ صِفَةٍ مَبْدُؤَةٍ بِقَوْلِهِ. Sonra Allah Teala hər bir sifəti qeyd edir və sifətlərin də hər biri وَالَّذ۪ينَ kəlməsi ilə başlayır. وَخَتَمَ اللّٰهُ عَزَّ وَجَلَّ هَذَا السِّيَاقَ الْكَرِيمِ بِذِكْرِ مَا أَعَدَّهُ لَهُمْ مِنْ ثَوَابٍ عَظِيمٍ وَأَجْرٍ جَزِيلٍ. Sonra Allah Teala bu ayələrin hər birinin sonunda bu vəsfləri və bu vəsfləri özündə cəm eləyənlər üçün hazırladığı nemətləri qeyd edir. Onlar üçün hazırlayıb nə? Əzəmətli savab və böyük bir mükafat. Və sonra buyurur ki, وَجَدِيرٌ بِكُلِّ مُسْلِمٍ يَسْعَ فِي نَجَاةِ نَفْسِهِ وَسَعَادَتِهَا أَنْ يَتَأَمَّلَ صِفَاتِ عِبَادِ الرَّحْمَنِ. Deyir ki, hər bir müsəlmana yaraşan odur. Yəni və ya vacibdir ki, öz nəfsini xilas etməkdə, nəfsinin xoşbəxt olması üçün, yəni nəfsinin xoşbəxt olmasında çalışsın. Və bilsin ki, o mərhəmətli Allahın qullarının sifətləri hansıdır? Onları özündə cəm eləməyə çalışsın. فَيَعْرِفَهَا مَعْرِفَةً جَيِّدَ. Gərək onları yaxşı bilsin, gözəl şəkildə öyrənsin. ثُمَّ يَسْعَ بَعْدَ ذَلِكَ فِي تَحْقِيقِهَا عَلَى أَكْمَلِ وَجْهٍ. Biləndən sonra və ən gözəl, ən kamil şəkildə öz həyatında tətbiq eləsin. Və sonra gətirir ki, Şeyx Hafizahullah birinci vəsf hansıdır? As-sıfətul ulə, birinci vəsf əs-səkinətu vəl-vəqar və-təvadu lillah və-ibadihi. Birinci vəsf odur ki, yer üzərində sakit gəzərlər, vəqarla gəzərlər, Allah üçün təvazükarlıq edərlər və Allahın qullarına təvazükar davranarlar. Allah Teala buyurur ki, ayədə, Furqan surasının sonuncu ayələrindədir. Və ibadur rahman ellezine yemşuna alel ardı hauna. Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzərində təvazükarlıqla gəzərlər. Və idə xatabəhumul cahilun. Cahillər onlara bir söz atanda, onlara təhqir eləyəndə qalu səlamə. Onlar deyərlər ki, sizə salam olsun. Yəni adam səni təhqir eləyir, adam səni söyür, adam dinivə görə, saqqalıva görə, balağıva görə, yaşadığın təmiz, mənəvi rahatlığa görə, zahiri təmizliyə görə sənə təyin eləyə bilər. Allah Teala qayda öyrədir ki, onlar deyərlər ki, səlamə, salam olsun. Yəni onlara bütün murdar xislətlərdən salamat olan bir söz deyərlər. Yəni onların müamiləsi ilə onlara cavab verməzlər. Ümumən belə dəyərli qardaşlar, elm əhli buyurur ki, xaliqin nəsə bi xuluqik və la xaliqin nəsə bi əxlaqihim. Sən insanlar ilə öz əxlaqınla davran. Onların əxlaqı ilə davranma. Çünki səndə olan əxlaq dəyişməzdir. Onların əxlaqları dəyişir. Yəni o mənada ki, sənin qarşında çox adam ola bilər. Hərəsi bir əxlaqın sahibidir. Hərəsi bir müamilənin sahibidir. Necə deyirlər, hərəsi bir evdən çıxıb. Yaxşı tərbiyəlisi var, pis tərbiyəlisi var, ağıllı olanı var, ağlı zəif olanı var. Ədəblisi, hər cür insan var. Ona görə sən daim öz əxlaqınla davranmalısan ki, çünki sənin əxlaqın gözəldir. Peyğəmbər sallallahu əleyhi və səlləm, Allah Teala Quran-ı Kərimdə müsəlmanı ən gözəl əxlaq sahibi olmaqla vəsf edib. Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, əkməlül müminə imanən əhsənuhum xuluqan. Möminlərin imanda ən kamil olanı kimdir? Əxlaqı ən gözəl olandır. Vallahi qardaşlar, fikir verin, imanı ən kamil olan. Bu nə deməkdir? O deməkdir ki, sən əxlaqın gözəldirsə, iman səndə kamildir. Əxlaqın gözəldirsə, iman səndə kamildir və yaxud da səndə yüksək səviyyəli bir iman var. Buyurur ki, Şeyx Hafizahullah bu ayədən sonra min sifəti ibadur rahman və cəmil nu'utihim. Rəhmənin qulların sifətlərindən də odur ki, təvadu'uhum lillah. Allah üçün təvazükarlıq eləyərlər. Və li ibadihi. Allahın qullarına təvazükarlıq göstərərlər. Fəyəmşuna bi səkinətin və tuma'ninətin və vaqar. Yer üzərində sakit, sükunətlə gəzərlər. Rahatlıqla, arxayınlıqla gəzərlər. Və hədə təvadu' əlləzi zahara alə məşihim. Deyir ki, bu təvazükarlıq onların yerişində göstərir özünü. Qulların yerişində özünü göstərir. Və heyətihim. Onların görünüşündə özünü göstərir həmin təvazükarlıq. İnnəmə huvə səmaratun min simaril iman. Bu təvazükarlıq nəyin bəhrəsidir? Nəyin faydasıdır? İmanın faydasıdır. Fikir verin, əgər təvazükarlıq varsa, o Allahın sənə verdiyi imanın bəhrəsidir. Sonra buyurur ki, və əsərun min əsərihi. İmanın əsərlərindən bir əsərdir.
Həqiqətən də dəyərli qardaşlar, iman insana bir çox xeyir gətirib. Bu xeyirlərdən də biri nədir? Təvazökarlıq. Sonra buyurur ki, Qal İbn Abbas radiyallahu anhuma. İbn Abbas buyurur ki, Allah Taala'nın bu ayəsində "Ellezine yemşuna alel ardı havna" yer üzərində sakit gəzərlər, təvazökarlıqla gəzərlər. Nə deməkdir? Əy bi-taati, Allaha itaətlə gəzərlər. Və bil-ifaf, iffətlidirlər, iffətlə gəzərlər. Və-təvadu və təvazökarlıqla gəzərlər. Sonra buyurur ki, və min mazahiri təvaduihim və səkinətihim, onların təvazökarlığının və sakit olmalarının nümunələrindən, zahir olanlarından da nədir? Ennəhum in vacahu fi tariqihim ba'da əhlis səfəh vəl-cəhəl. Gözəl söz deyir. Onlar yer üzərində təvazökarlıqla gəzərkən, sakit gəzərkən birdən bəzi səfehlər və cahillər onların yollarına çıxırlar. فَإِنَّهُمْ يُخَاطِبُونَهُمْ بِكَلَامٍ سَد۪يدٍ سَالِمٍ مِنَ السَّفَلْ وَالْجَهِلِ. O cahiller gələndə, o səfehlər, o ağılsız, ağıldan naqis olan insanlar olan qarşısına çıxanda elə onların müamiləsində onlara cavab verməzlər. Onlara verdikləri cavab səfehlikdən, cahillikdən uzaq olan sağlam, salamat kəlmələrdir. وَهَذَا مَعْنَى قَوْلِهِ وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Bu da bu ayənin mənasıdır ki, cahillər onlara söz atanda, bir xoşagəlməz söz deyəndə onlara salam deyib keçərlər. Yəni salam qavlən yesləmunə bihi minəl ismi vəlləğu. Yəni salam o deməkdir ki, günahdan və lağlağadan uzaq cavab verərlər onlara. Ki ver, lağlağadan və günahdan uzaq olan bir cavab verərlər onlara. Və hum bihəzə qad cəmə'u li ənfusihim əs-sələmətə min əsərəteydir ki, beləliklə Rahmənin bu qulları təvazökarlıqla gəzənlər, cahillər onlara söz atanda onlara xeyir cavab verənlər beləliklə iki dənə vəsfi, iki dənə salamatçılığı özlərində cəm eləyiblər. Nəyin salamatçılığın? Əsrətər-ricil və əsrətər-lisən. Dilin və ayağın salamatçılığını. Dilin və ayağın. Çünki yer üzərində necə gəzirsən, sakit, təmkinli və dilvi də qoruyursan. Dilvi də qoruyursan, birdən sənə nəsə desələr, sən də onlara eyni mislində cavab qaytarmırsan. Sonra İbn-i Qayyim rahiməhullahdan gətirir burada. İbn-i Qayyim buyurur ki, rahiməhullah, وَلَمَّا كَانَتِ الْأَثَرَ أَثَرَتَيْنِ. Yəni qorunmaq, yəni iki cür olur. Əsərətir-ricil, ayağın qorunması, ayağın sakit olması və əsərətir-lisən, həmçinin dilin qorunması. Cəət ihtəhumə qarinətəl-uxra. Yəni ikisi də bir-birinə yanaşı gətirib Allah Teala bu ayədə. Və ibadur-rahman əlləzine yemşunə aləl-ardı havnə. Neyniyərlər? Rahmənin qulları o kəslər yer üzərində təvazökarlıqla gəzərlər. Ayaqları salamatdır. Ayaqları qorunub. Ayaqları düzgün atırlar. Və lə təmşi fil-ardı mərahə. Yer üzərində təkəbbürlüklə gəzmə. Bundan uzaqdılar. Təkəbbürlükdən uzaqdılar. Ucubdan uzaqdılar. Sakit gəzirlər. Həmçinin dilləri salamatdır. Və idə xatəbəhumul cahilunə qalu sələmə. Cahillər onlara söz atanda onlar salam deyib keçərlər. Sonra burada şeyx gətirir ki, فَلَا يُقَابِلُونَ جَاهِلِينَ وَالسُّفَهَا بِمِثْلِ جَهْلِهِمْ وَسَفَهِمْ. Onlar cahillərin sözlərini, səfehliklərini, cahilliklərini eyni misildə qarşılamazdır. وَاِنَّمَا يُعْرِضُونَ عَنْهُمْ. Onları tərk eləyərlər. Onlardan üz döndərərlər. وَيُخَاطِبُونَهُمْ بِكَلَامٍ سَلِيمٍ مِنْ هَذِي الْآفَةِ. Bütün bəlalardan, yəni murdar xislətlərdən uzaq olan kəlamla, sözlə onlara cavab verərlər. Sonra deyir ki, فَيَدْفَعُونَ الْإِسَاءَةَ بِالْإِحْسَانِ. Və beləliklə onlar, mərhəmətli Allahın qulları pisliyi yaxşılıqla dəf eləyərlər. Kəmə qalə təala, necə ki Allah Teala buyurur. Allah Teala buyurur ki, və la təstəvil həsənətu və ləs-səyyiə. Yaxşılıqla pislik eyni deyil. İdfə billəti hiyə əhsən. Sən pisliyi yaxşılıqla dəf elə. Fəizəl-ləzi beynəkə və beynəhu ədavətun kəənnəhu valiyyun həmim. Səninlə aranda kimin ki düşmənçiliyi var, sən pisliyi yaxşılıqla dəf eləsən, ola bilsin ki, həmin insan sənin möhkəm bir dostluğa dönsün. Sənin bu əxlaqın səbəbi ilə möhkəm bir dostun, yoldaşın olsun.
Sonra buyurur ki: "Və mə yulaqaha illellezine sabaru və mə yulaqaha illa zu hazzin azim." Bu vəsfi də özündə cəm eləyən kimlərdir? Onlar səbirli olanlar və böyük bir par sahibi olanlardır. İbn Teymiyyə rahimehullah bilirsiniz, uzun müddət zindanda olub. Allah Teala şeyxə rəhmət eləsin. Zindandan çıxanda ətrafında olanlar, tələbələri və s. onu sevənlər deyirlər ki, şeyx, kimlər ki sənə zülm olaraq hökm verib, uzun müddət səni zindanda saxlatdırıb, gəl onları cəzalandıraq. Gəl onları cəzalandıraq, biz də onlara göstərək. İbn Teymiyyə deyir ki, vallahi mən istəmərəm ki, mənimlə, yəni mənim səbəbimlə kiməsə əziyyət verilsin. Vallahi mən özüm üçün hansı xeyri istəyirəmsə, bütün müsəlmanlara da o xeyri istəyirəm. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "La yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nefsihi." Özü üçün istədiyini digər qardaşları üçün istəməyincə. Mən özüm üçün xeyir istəyirəm, o mənə əziyyət verənlərə də xeyir istəyirəm. Amma qaldı ki, onlar mənə əziyyət veriblər. Və hum fi hil. Onlara halal olsun mənə verdikləri əziyyət. Mən onların hamısına halallıq verirəm. Və sonra İbn Teymiyyə rahimehullah onların qəlblərini biraz da sakitləşdirmək üçün deyir ki, siz As-Siddiqul Əkbar, o böyük Siddiqin, Əbu Bakrın hadisəsini eşitməmisiniz, xatırlamırsınız onun hadisəsini. Görün nəyə gətirir, subhanallah. Əslində İbn Teymiyyə rahimehullah böyük əziyyət vermişlər, dəyərli qardaşlar. Çox zülm vermişlər ona. Yəni, hansı ki, haqqı idi ki, onlara bir cavab versin. Lakin gör onların qəlbini necə sakitləşdirir ki, Əbu Bakır, Allah onun barədə Quran-ı Kərimdə ayələr nazil edib. Belə bir məqamda Əbu Bakır Allahın razılığını güdüb, Allahın razılığını istəyəndən sonra biz kimik idir onlara bağışlamayaq. Biz də onlara halallıq veririk. Allah Teala bizə görə onlara əzab verməsin. Və sonra Nur surəsindəki 22-ci ayəni oxuyur. Allah Teala buyurur ki: "Və la ya'tali minkum ulul fadli was-sa'a an yu'tu ulul qurba wal-masakin wal-muhacirin fi sabilillah." Sizdən mal-dövlət və fəzilət sahibi olanlar and içməsinlər ki, qohumlara, miskinlərə, kasıblara və Allah üçün döyüşənlərə bundan sonra heç nə verməyəcək. And içməsinlər. Fəlyəfu, əff eləyin onları. Fəlyəsfəhu, bağışlayın onları. Ələ tuhibbuna ən yəğfirallahu ləkum. Məyər siz istəmirsə Allah da sizi bağışlasın. Bu ayədən sonra, bu ayə nə vaxt demişdi? Mistah ibn Usəsə var idi. Əbu Bakrın qohumlarından biri idi. Əbu Bakr ona kömək elirdi, yardım elirdi. Mal verirdi, pul verirdi və s. sıxıntılarında yardım elirdi. Hətta Mistahın anası Mistah üçün bəddua edir ki, Allah onu öldürsün. Ayşə anamızın yanında. Bu ayələr nə vaxt nazil olmuşdur? Əbu Bakrın qızı Peyğəmbər sallallahu əleyhi və səlləmin həyat yoldaşı Ayşə anamıza zina iftirası atmışdılar, böhtan atmışdılar. Allah onu təmizlə çıxartmaq üçün ayələr nazil elədi. Əbu Bakr da eşidəndə ki, Mistah ibn Usəsə Əbu Bakrın qızı haqqında zina iftirası atanlarla bir yerdədir. O da bu məsələni təsdiqləyir. And içir ki, bir də ona heç nə verməyəcəm. Bir də ona heç nə verməyəcəm malımdan. Hətta Ayşə ilə bir gün Mistah ibn Usəsənin anası Ayşə anamızın radiyallahu anhə gedəndə Mistahın anası deyir ki, Allah onu öldürsün. Allah onun bəlasını versin. Ayşənin də hələ xəbəri yox idi hadisədən. Çünki Ayşə radiyallahu anhə o ifk böhtan hadisəsindən bir xeyli sonra xəbər tutur ki, onun haqqında söhbətlər gəzir. Deyir ki, nə üçün onu bəddua eləyirsən? Deyir ki, bilmirsən, sənin haqqında danışanlara qoşulub. O da sənin haqqında danışır. Alə kulli həl nəticədə qardaşlar, Əbu Bakr bu ayəni eşidən kimi Ələ tuhibbunə yəğfirallahu ləkum, məgər istəmirsə Allah da sizi bağışlasın. Deyir ki, bələ. Uhibbu ən yəğfirallahu li. Deyir ki, əksənə mən istəyirəm ki, Allah mənə bağışlasın. Bu ayədən sonra gedir Mistahı çağırır ki, Mistah və ona müəyyən məbləğ verir. Dərhal bərpa eləyir. Ki, İbn Teymiyyə rahimehullah bu qissəni danışmaqla öz ətrafında olanların qəlblərinə biraz necə deyirlər, su səpir. Onları sakitləşdirir ki, biz kimiyik ki? Əbu Bakrın haqqında danışmışlar. Əbu Bakrın qızı haqqında, onun qiriyyəti namusu haqqında, Peyğəmbər sallallahu əleyhi və səlləmin namusu haqqında danışmışdılar. Onlar onlara halallıq verdi.
Müqabilində nədir? Allahın bağışlaması. Və mən afə və asləhə fə əcruhu alallah. Kim əff etsə, kim bağışlasa, onun savabı, islah etsə, onun savabı kimin üzərindədir? Allahın. Allah onu mükafatlandıracaq. Necə az öncə qeyd elədik, İmam Malik rahiməhullah bir fətvaya görə onu vururlar, döyürlər və əlini az qala sındırırlar. Bir əlini digər əli ilə daşıyırdı. Deyir ki, gecə evdə idim, çox şiddətli ağrı var idi əlimdə. Qorxdum ki, ölərəm, deyir birdən. Tez həmin adama, qolumu sındıran adama halallıq verdim ki, birdən ölərəm, ona halallıq vermədən. Qiyamət günü Muhammed sallallahu aleyhi ve sellemin üzünə necə baxaram ki, sənin ümmətindən mənə görə kimsə cəhənnəmə getdi. Mən Muhammed sallallahu aleyhi ve sellemin ümmətin üzünə baxa bilmərəm ki, mənə görə birdən onun ümmətindən kimsə cəhənnəmə gedir. Dərhaldır ona halallıq verdim. Belədir, fikir versiniz. İbn-i Teymiyyə rahiməhullahdan başqa bir qissə, hakim İbn-i Teymiyyə çağırır. Fikir versiniz, bunlar nədir qardaşlar? Pisliyə pisliklə qarşılıq vermirdilər. Hakim İbn-i Teymiyyə çağırır və onun zindana düşməsi üçün hökm verən qaziləri də gətirir. Və İbn-i Teymiyyəni həvəsləndirir, İbn-i Teymiyyəni təşviq edir ki, fətva versin ki, bunları öldürsün. Və təşviq edir İbn-i Teymiyyə. Danışır ki, İbn-i Teymiyyə fətva versin. Deyir, bir dənə fətva verdi ki, vallahi bunlar miraran, dəfələrlə səni öldürmək istəyiblər və sənin zindana düşməyinə səbəb olublar. Fətva ver, bunların hamısını öldürək. İbn-i Teymiyyə nə edir? Başlayır qazilərin və alimlərin fəzilətindən danışmağa. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində gələn hədisləri və fəzilətləri qeyd eləyir. Sonra deyir ki, ey əmir, vallahi sən bunları öldürsən, sonra bunların misində adam tapmayacaqsan. Bunlar fəzilətli adamlardır. Öldürmə bunları. Bunları öldürsən, bunların misində adam tapmayacaqsan. Bunlar qazilərdir, alimlərdir. Mənə gəldikdə isə deyir, hamısına halallıq verirəm. Hamısının halal xoşu olsun. Amma sən bunları öldürsən, bir də bunlar kimi tapa bilməyəcəksən axı. Onlardan, o qazilərdən biri Maliki məzhəbində olan qazilərdən biri olur. Deyir ki, Allahın olsun İbn-i Teymiyyə kimi adam görmədik, deyir. Onun deyir, zindana düşməsi üçün dəfələrlə hökm verdik. Amma o zindandan çıxdı, bizi cəzalandırmağa qadir olduğu halda, vallahi deyir, bizim əleyhimizə hökm vermədi. Onun kimi bir insan görmədik. Onun kimi təvazökar, onun kimi ümmətə xeyir istəyən. Fikir verirsiniz, yaşayıblar bu ayələri, yaşayıblar. İnsanlar, yəni bizdən əvvəlkilər, sələflər bu ayələrə belə yanaşıblar. İbn Teymiyyə rahimehullah bu ayəni qeyd eləyir. Nur surəsi 22-ci ayəni ki, hətta onları biz təsəlli versin. Doğrudan da belədir. Yəni sənə kim pislik eləyirsə, onun misində cavab vermək yəni şərt deyil. Əgər bacarırsansa, keçmək lazımdır. Sonra şeyx burada buyurur ki, insanlar fərqlidirlər əxlaqlarında, müamilələrində, dəyişirlər, fərqlənirlər. Müsəlmana vacib olan odur ki, dindar olsun, deyir. Müsəlmana vacib olan nədir? Dindar olsun, əxlaqı gözəl olsun. Allah Teala ayələrdə nəyi zikr eləyirsə, o vəsfləri özündə cəm eləsin. Pisliyi nə ilə dəf eləsin? Yaxşılıqla. Allah Teala deyir ki, "Asallahu an yec'ale beynekum və beynellezina adaytum minhum mawadda." Gözəl ayələrdir. Allah Teala buyurur ki, səninlə kimin ki arasında düşmənçilik var ha? "Asallahu an yec'ale beynekum." Ola bilsin ki, Allah Teala aranızda məvəddə bir sevgi yaratsın. Yəni o pislik elədi, sən də pislik eləsən, ola bilsin ki, daha pozlaşarsınız. Bəlkə sən əxlaq göstərsən, "Kəənnehu valiyyun hamim." O möhkəm dostun ola bilər. Həqiqətən də belədir. Yəni dərhal eyni pisliklə qarşılıq verməkdə xeyir yox, çox vaxt nə olur? Ziyan olur. Və şeyx burada qeyd edir ki, ilk öncə bu vəsfləri özündə cəm eləmək istəsənsə, Allahdan kömək istəməlisən. Allah Taalaya dua eləməlisən. Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Taalaya dua eləyərdi ki, fikir verin nə deyərdi Allah Taalaya? "İhdini li əhsənil əxlaq." Ey Rəbbim, ən gözəl əxlaqlara məni yönəld. "La yəhdi li əhsəniha illə ent." O gözəl əxlaqlara yönəldən yalnız sənsən. "Vasrif anni seyyi'aha." Pislikləri məndən, pis əxlaqları məndən uzaq elə. "La yasrif seyyi'aha illə ent." Onların ən pisini uzaq eləyən yalnız sənsən. Allah Teala bizim hər birimizi dəyərli qardaşlar, Quran-ı Kərimdə qeyd elədiyi Rəhmənin qullarının vəsfləri ki var, o vəsflərlə vəsflənməyə yönətsin. Allah Teala asanlaşdırsın bizim üçün. Muhammed sallallahu əleyhi və səlləmin özünün adətindən idi ki, güzgünün qarşısında duranda Allaha nə deyərdi? Bu sünnədən dua eləyərdi ki, "Allahummə əhsin xuluqi kəmə əhsəntə xalqi." Ey Rəbbim, yaradılışımı gözəl etdiyin kimi əxlaqımı da gözəlləşdir. Ona görə şeyx burada qeyd edir ki, Allaha dua eləmək lazım ki, Allah Teala
əxlaqımızı gözəlləşdirsin, Rəhmənin qullarının vəsflərini bizim üçün asanlaşdırsın. Onlar hər birisi əxlaqdır. İnşallah yavaş-yavaş o vəsflər, o əxlaqa toxunacağıq. Birinci vəsf nə idi? Birinci, təvazökarlıqla gəzmək, cahillər sənə söysə, təhqir eləsə, eyni misillə cavab verməməlisən. Əksinə, gözəl cavab verməlisən ki, bəlkə o düzələr, islah olar, sənin yaxın dostun olar. Allah Teala hər birimizi eşitməyə və faydalanmağa müvəffəq etsin. Vəlhamdülillahi Rabbil ələmin.